Əlcəzairin Avropaya doğru yeni layihəsi olan Qals haqqında eşitmisinizmi? Qals layihəsi bu dövrdə Avropanın enerji təchizatını gücləndirmək üçün əsas açarlardan biri ola bilər. Sizi təbii qazı qoca qitəyə daşıyan ən mühüm Əlcəzair dəhlizləri haqqında qısa bir səyahətə çıxarır. 1-ci Transmed xətti. Bu xətt 1983-cü ildə başlayıb. Əlcəzair qazını daşıması üçün ən mühüm arteriya hesab olunur. Tunis ərazisindən keçərək İtaliyaya çatır. İllik gücü 33 milyard kubmetrdən çoxdur. 2-ci Medqaz xətti. Bu Əlcəzairi heç bir başqa ölkədən keçmədən birbaşa İspaniya ilə bağlayan dəniz xəttidir. İllik gücü 10 milyard kubmetrə çatır. Avropaya doğru ən sürətli birbaşa yol olması ilə seçilir. 3-cü Məğrib Avropa qaz xətti. Mərakeş üzərindən İspaniyaya keçirdi. Lakin Əlcəzair və Mərakeş arasında siyasi gərginlik səbəbindən dayandırılır. 4-cü gözlənilən layihə Qalsi. Bu yeni xətt Əlcəzairi Sardiniya adasına, oradan İtaliya və oradan da Tunisdən keçmədən Avropanın qalan hissəsinə bağlayacaq. Gücü təxminən 10 milyard kubmetr qiymətləndirilir. Onun rolu yalnız təbii qazla məhdudlaşmayacaq.